evlənənə qədər, nişanlı ərəfəsində hədiyyə almaq, romantika, bunlar hamısı məntiqlidir. Evləndən sonra məntiqli deyil. Niyə? Su girdi qava oldu içməli. Məntiqli deyil də, deyir, onsuz da evlənmişəm, imza atıb, vəsə. Müdrik qadın elə eləyir ki, kişi hər şey eləyir. Bizdə deməli müdrik qadınların sayı azdır. Boşanmada 99% günah kişidədir. İnsanın doğum tarixini anlayanda həmin insan səni necə sevir başa düşürsən. 10-20-30 tarixlərində nikah atılmasın. Enerji təsir eləyir, sıfırlanma verir. Qadında pul qalanda qadın pulu dağıdır. Bizə gözlər verilib ki, biz qırağı görək, özümüzü yox. Qabağımızdakı insanı günahlandırırıq. Bu daha asandır əslində. Hə, bu məsuliyyətdən qaçmağın ən gözəl yoludur. Qadınlar deyir ki, ərim cömərd olsun. Amma mənə eləsin ancaq. Cömərd kişi hamıya cömərd. Nə qədər də olsa qadın boyundu, kişi başdır. Qadın döndərəcək hər şeyi. Qadın elə eləyə bilər ki, kişi onun istədiyi hər şey versin. Əziz Hüseynov 1995-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini 264 saylı orta məktəbdə alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirib. Peşəkar fəaliyyətində şəxsi inkişaf, insan potensialının açılması və suyu-çay sistemi üzrə koçluq istiqamətində çalışır. Bu sahədə müntəzəm təlimlər verib və fərdi inkişafla bağlı yüzlərlə insana dəstək olub. Suyu-çay Trening İnstitutunun Azərbaycan üzrə rəsmi təmsilçisidir. Yaradıcılığa xüsusi marağı var, teatr səhnəsinə çıxıb, fərdi yaradıcılıq layihələrində iştirak edib və film sənətinə böyük bir həvəsi var. Subaydır, bir övladı var. Əziz bəy, xoş gördük. Xoş gördük Aytan xanım. Mən sevirəm sizlə ailə münasibətlərini danışmağı, hələ də rəqəmlər üzərindən ümumiyyətlə. Gəlin açaq görək, rəqəmlər bizə ailədə nələr verir. Bəli, rəqəmlərlə münasibətlər çox maraqlıdır. Həm də insanın doğum tarixini anlayanda həmin insan səni necə sevir başa düşürsən. Əslində biz hər birimiz özümüz necə seviriksə, insanı elə fikirləşirik ki, insan da bizi elə sevməlidir. Və qarşımızdakı insan eyni rəqəmdə deyil deyə, eyni doğum tarixində deyil deyə, eyni şuur sayında, eyni missiyada deyil deyə avtomatik olaraq bu dəyişir və o sənə sevgini başqa cürə göstərir. Sən isə dağılırsan ki, niyə məni sevmir? Əslində adam səni sevir, sadəcə sən bunu görmürsən. Yəni gözləntin başqadır əslində. Gözlənti başqadır, bəli. İnsan səni sevir. Yəni mən həmişə deyirəm də mən şuur sayı 6-yam. Ümumiyyətlə gəlin mən bir dənə izah edeyim ki, bizim izləyicilər mən baxıram yazırlar ki, şuur sayımız necə hesablanır, missiya necə hesablanır, bunun haqqında bilgi verin. Mənim doğum tariximdə 6-sı 7-ci ay 1995. Bizim doğum günümüz bizim şuur sayımızdır. Yəni bizim nə istədiyimizi açır, qabaqdan nə tələb etdiyimizi açır, niyə dağıldığımızı açır. Şuur sayı 6-lar mən bundan əvvəlki canlılarda da demişəm. 6 həmişə komfort tələb eləyir, sevgi tələb eləyir. Daim ömrünün axırınacan bunu tələb eləyəcək. Həmişə istəyəcək hər şey komfortlu olsun. 33 yaşdan sonra isə missiya qüvvəyə minir. Missiyanın hesablanması bütün olan rəqəmləri tək-tək cəmləyirik. Doğum tarixindəki bütün rəqəmlər cəmlənir. Sonda məndə çıxır 37. Bir dəfə də sadələşdirirəm. Gəlir çıxır 10-a, 0 yazılmır, eləyir 1. Yəni mən şuur sayı 6-yam, missiya 1-əm. Mən istəyirəm ki, hər şey komfortlu olsun. Bunu iqtidar vasitəsilə eləmək istəyirəm. Bunu güc vasitəsilə eləmək istəyirəm. Bunu status vasitəsilə əldə etmək istəyirəm. Missiya 1. Liderliyindən əldə etmək. Lideri vasitəsilə əldə etmək istəyirəm ki, həmişə mən deyənlər olmalıdır. Amma bu hər sahədə istəyirsiniz də, misal üçün belə deyim, ailə münasibətlərində də istəyirsiniz, işdə də komfortunuzu istəyirsiniz, dostluq münasibətlərində də istəyirsiniz. Yəni istəyiniz dəyişmir, sadəcə yerləri dəyişir. Bəli, forma dəyişir. Düşünün ki, mən elementarda xırda bir səs tutalım işdə məni komfortdan çıxardır. Dostlarımın arasında mənə soyuq davranmaqları avtomatik mənim beynimə ki, bunlar mədiyyəsini sevmir. Bunlarla dost olmayın. Bu 3 il əvvəl idi, master olandan əvvəl idi. Amma bu günləri insanlar neynəsə də, yəni mənim arxamca danışsalar da, mənə söysələr də, ən yaxın dostlarım, 20 illik dostlarım var. Arxamca danışsalar belə, yenə də qəbul edirəm ki, tam da bunun rəqəmi budur. Bu belədir. Yəni demək ki, mən buradan nəsə öyrənməliyəm və nə öyrənməliyəmi tapmalıyam.
İnsanlar münasibətlərdə, bütün münasibətlərdə həmişə insan məndən bunu tələb eləyir, səhv eləyir deyir və yaxud da ki, mən ona yaxşılıq elədim 9 deyəcək, o mənə qarşılığında təşəkkür etmədi. Sən həmişə baxmalısan ki, nəyi tələb eləyirdin və nə dağılır. İnsan bunu öyrənməlidir. Öyrənmədiyi təqdirdə bu təkrarlanır və döngüdən çıxa bilmir. Bu günləri mənim yanıma seansa gələn adamların böyük bir qisminin problemi budur ki, mən döngüdən çıxa bilmirəm. Həyatımda bir döngü var və mən bu döngüdən çıxam. İstər maddi olaraq kreditə düşürəm, davamlı olaraq borclanıram, davamlı olaraq münasibətlərdə eyni tip adamlar gəlir deyir. Eyni şeyləri eləyirlər. Niyə? Sadəcə olaraq nəfs istəyini anlamır və bunu necə dəyişdirəcəyini bilmir. Baxın Əziz bəy, burada çox belə incə bir nüans var. Dostundur, telefonu söndürə bilərsən. Nə bilim, anandır, getməyə bilərsən. Nə bilim, məktəbdir, yenə. Ailə ilə deyil axı. Sən bir evdəsən. Sən bir yastığa baş qoyursan, sən onunla bir masanı bölüşməlisən. Gedəcəyin, edəcəklərin var sənin. Hələ də övladlar varsa ümumiyyətlə. Buradakı problem nədir? Nə üçün cütlüklər evin içində problemlərini həll edə bilmirlər? Baxın, deməli 3 platforma var ümumiyyətlə dünyada. Birinci platforma iyerarxiya platformasıdır, ikinci platforma anti-iyerarxiyadır, üçüncü platforma azad platformasıdır. İyerarxiya kişi öndədir, qadın arxadadır. Qadın kişiyə tam güvənir və tam inanır. İkinci platforma qadın öndədir, kişi arxadadır. Qadın deyir, mən işləyəcəm, bütün məsuliyyəti üstlənir. Kişi də bundan razıdır, işləmir, evdə yatır. Deyir, problem yoxdur. Yəni heç bir şey yoxdur. Sən işlə. Mən evdə uşaqlara baxaram, misal çəkirəm də. Üçüncü platforma azad platformadır. Yəni bərabərlik var. Sən eləyə bilərsənsə, mən də eləyə bilərəm deyirlər. Sizcə ən çox boşanma hardadır? Məncə üçüncüdə olar. Üçüncüdədir. Və üçüncünü sonradan yaratdılar çünki. Üçüncü platforma yox idi. Əvvəl var idi ya iyerarxiya, ya da anti-iyerarxiya var idi. Əziz bəy, burada bir incə bir nüans var. Yenə də bu qeyd etmək istəyirəm. Əvvəlki bəylərimiz, misal üçün belə deyim də, bəylər biz bilirdik ki, bəy getməlidir, qazanmalıdır, gətirməlidir. Qadın da evdə oturmalıdır. Qadınlar deyim ki, bunu qırdılar, bu döngüdən çıxdılar. Qadınlar da indi artıq gedib qazanıb gətirir. Bəy öz missiyasını itirdi. Belə nisbətən demək olarsa. İndi amma o proses deyil. İndi bəylər deyir ki, harda yazılıb ki, mən eləməliyəm. Deyirəm də, yəni üçüncü platforma vasitəsilə bəylərin məsuliyyət götürmək üçün dağıtdılar. Bəli. Bəylərin məsuliyyət götürmək üçün dağıtdılar. Bəylər məsuliyyət götürməməyə başladı. Birinci qadınlar vasitəsilə ki, qadın da işləməlidir. Qadın işləməyində heç bir problem yoxdur. Yəni ailə ola bilər, misal üçün mənlə kimsə, həmin mənim xanımım prezident də ola bilər. Fərqi yoxdur. Amma biz birinci platformada yaşaya bilərik. O evə gələndə tam güvəni mənə olar, tam mənə xidmətə keçər. Axı qadın özündən güclü, bəyə güvənə bilir. Demək ki, mən indi burada bir digər bir mövzu yaranır. Bizim 9 kompetensiyamız var. Mən qadını 9 kompetensiyada örtürəm. Onun üstündən incə şəkildə bütün məsuliyyətləri çıxartmalıyam. O özünü məsuliyyətin altında hiss eləməməlidir. Qadın daim özünü komfortda hiss eləməlidir. Kişi amma komfortdan çıxmalıdır. Kişi nə qədər komforta gedirsə, kişinin testosteronu aşağı düşür, kişilik hormonu ölür. Kişi komfortdan çıxmalıdır. Ona görə deyir ki, kişi çöldə reallaşır. Bu gün qadınların bir çoxunun problemi nədir? Mən bunu bundan əvvəl də səhv eləmirəmsə demişdim. Bir çoxunun problemi saat 6-dan sonra gəl də evə, mənlə vaxt keçir. 7-dən sonra gəl evə, mənlə vaxt keçir. Kişinin reallaşması çöldədir. Kişi çöldə öz işlərini görməlidir. Sən bunu evə saldığın zaman kişiliğini zəiflədirsən. Kişiliğini zəiflədəndə salırsan onu ikinci platformaya. Birinci, üçüncü platformadaydı, savaşırdınız. Bizim moralların müharibəsi gedir. Mən istəyirəm, mən deyən olsun, o deyir, mən istəyirəm, mən deyən olsun. Moralların müharibəsi gedir və ikinci platformaya salır kişini. Sonra da deyir ki, yox, bu sən zəif kişisən və boşanır. Çox gözəl bir məsələ üstünə Mən burada qadınları günahlandırmıram amma. Mən burada qadınları günahlandırmıram. Sadəcə olaraq əslində mən indi 9 kompetensiya sayacağam. Kişilər bu 9 kompetensiyasının hamısını götürməlidir üstünə. Məsuliyyət almalıdır. Məsuliyyəti götürməlidir. Məsuliyyət tamamilə kişilədir. Yəni bu həyatda heç qadın heç bir məsuliyyəti yoxdur. Uşağına baxmaqdan başqa, uşağına sevgi verməkdən başqa. Başqa bir məsuliyyət yoxdur. 7 iyun olacaq mükəmməl 500 nəfərlik tədbirdə mən də Əziz Hüseynov iştirak edəcəm. Və bu tədbirdə sizlərə
enerjilərin necə işlədiyini, doğum tarixinə görə biz necə enerji itiririk və bunu necə bərpa edə bilərik ki, maddiyyatımız, qazancımız düzəlsin və təbii ki, xoşbəxt olaq. Bundan danışacağam. Hər kəsi 7 iyun tarixində olacaq Karmik Səyahət 3 təlimində gözləyirəm. Bir çox qadın xəstəliklərinin yaranmasının səbəbi o gün bir rəfiqəmlə bir təlimdəyik. Baxıram üz cizgiləri tamamilə sərtləşib və çox gözəl qadındır, amma o deyil. Deyirəm ki, mən səndən çox üzr istəyirəm, amma sən kişiyə oxşuyursan. Deyir, getmişəm hormonlarımı yoxlatmışam. Məndə qadın hormonu demək olar ki, qalmayıbdı. Libido qalmır. Bəli, qalmayıbdı və o həqiqətən də qadın olaraq bir kişiyə bənzəyir. Üz dərisi sərtləşib, coddaşıb. Mən indi başa düşdüm, çünki o qadın gecə və gündüz bəylərlə çalışır. Bəylərlə çalışdığı üçün böyük məsuliyyət altındadır. Bəli. Bəli, qadın böyük məsuliyyət altına girməməlidir. Bəli. Gəlin biz bu 9 kompetensiyanı sayaq. Gəl 9 kompetensiyadan qabaq 9 kompetensiya. Baxaq görək bu bəylər nəyi götürməlidir və götürmür. Birinci olaraq məsuliyyətdir. Mən həmişə özüm həmişə məsuliyyətdən qaçmışam, amma bunun fərqində olmamışam əslində. Və mən davamlı olaraq anlamırdım ki, ümumiyyətlə məsuliyyət götürmək nə deməkdir? Baxın, biz imza atırıq nikahda. Doğrumu? Mən imza atdığım zaman qadının bütün məsuliyyətini üstlənirəm və üstlənməliyəm. Amma bir müddətdən sonra bizə bunu heç yerdə öyrətməyiblər axı. Bizə bunu heç yerdə nə ana öyrədir, nə ata öyrədir və problem 93% insan bu gün dünyada 90% 3% keçək. 90% insan ümumiyyətlə iyerarxiya platformasını görməyib. Kişi öndə, qadın arxada olan platformanı görməyib. Doğru. Görsələr belə nə görüblər? Hə, kim ata sərtdir, atadan biraz çəkinmək lazımdır, amma anadan bütün məsuliyyəti götürübmü o ata? Götürməyib. Sadəcə qorxuruq, qorxu ilə idarə olunur. Bəli. Məsuliyyəti götürmür. Yenə də maddi sıxıntılar yaranır. Yenə də ana fikirləşir ki, mən hardan pul qazanıb uşaqlarımı oxudum, necə eləyim? Yəni qadın bu fikrə düşməməlidir ümumiyyətlə. Yəni kişi çıxmalıdır çöldə, qazanmağın yolunu tapmalıdır. Həmişə. Yəni təbiətən də bu belə olub. Və bizim problemimiz ən birinci problem hardan başlayır? Sevgi vektorlarından başlayır. Mən o günləri Fuad bəylə efirdə dedim ki, 81 sevgi vektoru var. Sevginin 81 dili var. Oy. Törəmələr 9 üstü 9 gedir. 9 üstü 2 daha doğrusu 81. Doğrumu? Və şuur sayı missiyaya görə bu dəyişir. Hər kəsdə fərqlidir. Məsəl üçün sizdə şuur sayı 4, missiya 2-dir. İnsan sizinlə mehriban davrananda, sizi üçün nələrsə eləyəndə, düzgün olanda siz bunu sevgi olaraq qəbul edirsiniz. Bir də missiya 2-yə görə vaxt keçirməlidir sizinlə. Əlavə olaraq fədakarlıq eləməlidir. Mən missiya 2-lərin çoxsunu eşitmişəm. Oturubdu, ər-arvaddı yanımda ciddi seansı götürmüşük. Yoldaş 5-4-dür, xanım 5-4-dür, bəy 8-2-dir və mübahisə gedir ortada ki, bəy deyir ki, mən sənə görə bir kəlmə ilə misal üçün də siqaret tərcitdim. Bir dənə mən bunu fəda elədim. Sən mənə nə fəda eləmsən deyir. Xanım da 5-4-dür. 5-4, missiya 4 sənə bilgi öyrədəcək. Sevgisin bilgi öyrədərək göstərir. Əgər 4 səni öyrədirsə, missiya 4, yəni rəqəmlərin cəmi 4 olan adam səni öyrədirsə, deməli əslində səni sevir. Çox dəxlisizdir. Doğrumu? Bəli, mənim üçün doğru. Tamam. Missiya 2 də əziyyət çəkir ki, sən mənə fədakarlıq eləmirsən. Nəyindən keçdin? Sən mənə nəyindən keçdin? Doğru. O gün bir başqa 2 ilə söhbət eləyirdim, şuur sayla. Deyirəm ki, siz üçün sevgi nədir? Bax, mənim üçün sevgi diqqətdir falan. Niyə diqqətli və hörmətli deyirlər? Bütün qadınlar diqqət və hörməti ön plana çəkir. Niyə? Çünki bütün qadınlar bir balaca 2-dir, bir balaca 7-dir. Davamlı olaraq səndən başa düşülmək istəyəcəklər. Davamlı olaraq kişidən deyəcəklər ki, mənlə vaxt keçirməlisən sən, məni başa düşməlisən və mənə hörmət bəsləməlisən, diqqət verməlisən. Bəs niyə əvvəldə hamısı bunu eləyir, sonra eləmir? Axı rəqəm nə olursa olsun, evlənənə qədər hamısı bunu eləyir. İndi bir digər, açıq da aşağı. İndi bir digər şeyə baxırıq. Bütün kişilər bir balaca 1-dir, bir balaca 5-dir. Aha. 1-dir, yəni cömərtdilər. Ola bilər ki, özlərinə məsuliyyəti götürməli. Çünki kişi gedib qazanmalıdır, cəsarətləri var. Doğru. Bir balaca 1-dilər, bir balaca 5-dilər. Məntiqlə hərəkət edirlər. Yəni
evlənənə qədər, nişanlı ərəfəsində hədiyyə almaq, romantika, bunlar hamısı məntiqlidir. Evləndən sonra məntiqli deyil. Niyə? Su girdi qava oldu içməli. Məntiqli deyil də, deyir onsuz da evlənmişəm, imza atıb vəsə. Bu o bizim düşüncəmizdə belədir və problem bunu bizə öyrətmirlər necə olmalıdır. Bunu bizə necə öyrədirlər? Ya ana öyrədir bunu övladına, oğul övladına. Ya da həmin oğlan həyatına bir qız girir, onu çox sevir və ondan öyrənir hər şeyi. Onu itirməmək üçün dəyişməyə başlayır. Kimsə bu yolu 10 ilə keçir, kimsə bu yolu 1 ilə keçir. Keçmisiniz bu yolu? Keçmişəm bu yola. Necə olub Əziz bəy? Mən ən birinci səfər efirdə olanda burada, yəni ən birinci səfər evli yazılmışdı və evli idim. Bəli. Sonrakı efirlərimdə artıq evli və üçüncüdən sonra boşanmış. Yəni boşanmış yazılmadı. Subay da bir övladı var yazılır. Orada yazılar ki, subay bir övladı necə olur? İnsanlar hətta bunu müzakirə edirlər aşağıdakı necə ola bilər. Çox. Boşandım bir müddət sonra və mən boşanan ərəfədə belə master olmağıma baxmayaraq yenə də boşanmışdım. Yaşa dolduqca, yəni masterin ili artdıqca insan özündə bir çox şeyləri dərk etməyə başlayır. Mən həmişə deyirdim ki, boşanma 50-nin 50-yədir. Həmişə deyirdim, boşanma 50-nin 50-yədir. 50% qadında günah var, 50% kişidə günah var. Ortada yəni bir xəyanət olmadan, boşanılmadan söhbət gedirsə də 50% kişidə günah var, 50% qadında günah var. Mən son aylarda bu düşüncəyə gəlirəm ki, hətta bunu anlayıram ki, süd-çay vasitəsilə də 99% günah kişidədir. Boşanmada. Boşanmada 99% günah kişidədir. Və kişi qadını günahkar etməməlidir. Kişi qadını günahkar eləyəndə ona məsuliyyət yükləyir. Ona məsuliyyət yükləyən kimi onun qadınlığın, onun dişil enerjisini sındırır. Sındırandan sonra deyir ki, niyə mənə sevgini, yatağı, seksi verə bilmirsən? Sən sındırdın. Öz moralinə görə sən sındırdın onu. Doğru. Məsuliyyəti üstlənən kişilər isə qadında həmişə xoşbəxtdir. Yəni nəsə baş verəndə biz deyirik, o videoda var, nə edirsən eləyirsən həmişə kişi günahkar olur. Bəli. Qadın həmişə səni günahkar çıxardacaq. Doğrumu? Sən çünki qadın beyni qədər sürətli işləyə bilmirsən və günahkar çıxara bilmərsən qadını. İstəsən belə ona günah yükləyəndə belə onun dişil enerjisinə zərbə yetirirsən. Amma ağıllı kişi nə etməlidir? Tamamilə məsuliyyəti üstlənməlidir. Ki sən nəsə baş verdi, səndə günah yoxdur, məndədir problem. Özündə axtarmalıdır ki, mən 9 kompetensiyadan hansını vermədim ki, o belə davranır. Çox maraqlı. 9 kompetensiyadan mən nə eləmədim ki, qadın dəyişdi mənə qarşı. Əziz bəy, buna neçə vaxtda gəlmisiniz? Mən boşanılalı nə qədər oldu? 1 il nə qədər var? Bəli. Təzəlicə gəlmişəm də, son il girəndə 26-da, yəni 26-nın əvvəlində bu düşüncə öcəyi danq elədi ki, İndi görün, bu belə olmalı. illərlə bu yerə gəlib çata bilməyən bəylər var. Eyni şeylər, döngülər yaşanır adamlar. Eyni döngülər yaşanır. Məsuliyyət götürməyi anlamırlar sadəcə olaraq. Bir də məsuliyyət götürməyə qorxu icazə vermir. Bəli. Qorxu icazə vermir məsuliyyət götürməyə. Baxın, kimin matritsasında, doğum tarixində bir dənə bir varsa, bu adamların 50% məsuliyyət götürmə qabiliyyəti var. Yalnız özünə görə qərar qəbul edə bilir. Başqasına görə qərar qəbul etmək çətinlik çəkir. Yəni yetəri qədər cəsarət çatmır. Kimin doğum tarixində 2 və daha çox bir varsa, bu adamlar özünə və yaxınlarına görə məsuliyyət götürə bilir. Ona görə də ailə quranda baxmaq lazımdır ki, məsəl üçün bəyin doğum tarixində neçə dənə bir var. Bu adam nə qədər məsuliyyət götürə bilər? Təbii ki, burada missiya və şuur sayı rəqəmi dəyişir. Yəni ola bilər ki, adam 28 doğulsun, tamamilə məsuliyyəti üstünə alsın. Ola bilər missiyası bir olsun, tamamilə məsuliyyəti üstlənsin. Ki, bəli, bütün hər şey məndədir. Çünki biz hər dəfə, bax, kişi hər dəfə qadından öz üstünə günaha götürəndə ki, bütün səhvlər məndə idi. Qadının kalendarında 100 dənə xoş gün yaranır. Siz deyirsiniz, mənim üzümdə güllər açır. Hə, və avtomatik qadının kalendarında 100 xoş gün yaranır. Amma kişi məsuliyyəti ona yükləyəndə 100 qara gün yaranır. Doğru. Qadın qaralmağa başlayır. Yəni daxil olaraq daxilimiz su daxil. Bəli. Və bütün qadınlar bir bazı ikidir başlayırlar fikirləşməyə ki, niyə belədir, necə düzəldə bilərəm, necə çıxış yol tapa bilərəm, necə həll edə bilərəm. Tamam, baxın, qadının başa düşməyi ola bilər. Ola bilər ki, hər zaman kişi pul qazana bilməz axı. Yəni krizis dövrləri var, 7 illərimiz var bizim, 7 aylarımız, 9 aylarımız var ki, hər kəsdə bu var, kalendarla hesablayanda. Bizim şəxsi təqvimimizə görə ola bilər də krizisli ayımız keçər. Bu ərəfədə də qadın başa düşüb müdriklik göstərə bilir. Amma başa düşməyəndə problem yaranır. Əziz bəy, burada
belə bir Başa düşməyəndə də kişi yenə də məsuliyyəti üstünə götürməlidir. götürməlidir. Amma bilirsiniz necədir? Baxın, mən öz ailəmdən deyim, digərlərindən də deyim. Bizə görə yetərsizdir. Misal üçün, mənə elə gəlir ki, mənim özümü öldürdüyüm qədər, mənim çabaladığım qədər, məsələn, mənim partnyorum bu qədər çabalamır. Mənə elə gəlir. İndi bəlkə indi bu rəqəmlərdən belə görsənir, amma digər tərəfə görə isə o da özü üçün özü çapında çox böyük fədakarlıq eləyir. Mən deyirəm ki, tamam da mən nəyi səhv görürəm ki, mən onun bu qədər çabaladığını görmürəm. Amma mənə qane eləmir. Gəlin indi rəqəmlərlə baxaq. Tamam. Fuad bəy şuur sayı 3, missiyası 4-dür. Bəli. Siz şuur sayı 4, missiya 2-siz. Doğrumu? Şuur sayı 3 sizə sevgini qayğı ilə göstərəcək. Qayğınıza qalır. Qayğı nədir? Çox maraqlı sual. 4 qayğını anlamır. Şuur Qayğı sayı 4 nədir? qayğını anlamır. Qayğı yəni sizə belə deyək də nəsə lazımdırsa həmən onu eləyəcək, qoymayacaq heç onu eləyəsiz, fikirləşəsiz. Maddi Yox, olaraq. eləmir. Qayğınıza qalmır. Qalmır. Fuad bəy mütləq bunu izləyirik. Niyə bu belədir? Yox, maddi olaraq belədir. Kişilər məntiqli xərcləyirlər. Bəli. Pul qadında qalmalıdır. Çünki bax, maddi olan hər şey qadınındır. Material olan hər şey qadınındır. Amma hara xərcləyəcəyinə kişi qərar verməlidir. Qadın qərar verə bilmir burada. Qadın da pul qaldı, qadın çərpər eləyir. Bəli. Təbii ki, şuur sayı 5, missiya 5 falan deyilsə məntiqli eləyə bilmirsə də, doğrumu? Və yaxud da bunu necəsə kompetensiyalı olub öyrənməyibsə, qadında pul qalanda qadın pulu dağıdır. Ona görə də qadın pulu xərcləməyə qərar verəndə pul qadında qalır, evin bütün pulu sizdə qalmalıdır. Sizdə olmalıdır. Hər şey qadının adına olmalıdır. Və bu da önəmli bir mövzudur. Hər şey ev qadının adına olmalıdır. Qadının evində kişi qalmamalıdır. Kişinin evi kişi almalıdır. Onun adına olmalıdır. Ailə quranda keçirməlidir qadın adına. Ki qadın özünü güvəndə hiss eləsin. Ən birinci kompetensiyada ailə qurmamışlar. Bütün qadınların baxdığı 9-cu kompetensiyadır. Baxmalı olduq. Qadınlar nəyə baxır? Ailə quranda 6-cı kompetensiyaya sevgi. Sevir məni, sevmir məni. Üst-üstə misal üçün də morallar üst-üstə düşür. Biri 5-dir, biri 2-dir. Hər ikisi üçün danışmaq önəmlidir. Danışacaqlar, yol edəcəklər. 33 yaşları olacaq, missiya qüvvəyə minəcək, istəklər dəyişəcək. Biri olacaq 1, biri olacaq misal üçün təzədən 5, dəyişməyəcək. Yəni danışmaq tələb eləyəcək, bir də öz həyatını yaşayır. Münasibət onun üçün önəmli deyil. Başlayır dağılmağa ki, niyə sən əvvəlki kimi deyilsən? Doğru. Doğrumu? 33 yaşdan sonra hər şey dəyişir. Biz sadəcə olaraq bizə gözlər verilib ki, biz qırağı görək, özümüzü yox. Biz ona görə də onu günahlandırırıq həmişə. Qabağımızdakı insanı günahlandırırıq. Bu daha asandır əslində. Hə, bu məsuliyyətdən qaçmağın ən gözəl yoludur. Bir də məsuliyyətdən qaçmaq istənsə, kimsə günahkar çıxarsan, gəlib evdə rahat yata bilirsən. Amma öz üstünə məsuliyyət götürüb ki, mənəm günahkar. O zaman çətinləşir. O zaman sən məsuliyyət götürəndə altından qalxmalısan axı sən bunun. Məsuliyyət götürürsən. Kişi məsuliyyət götürməlidir. Bax 9-cu kompetensiya. Qadın qorunduğu yerdə, qorunma təhlükəsizlik hiss elədiyi yerdə uşaq dünyaya gətirə bilər. Amma qadın təhlükəsizlik hiss eləmirsə, uşaq dünyaya gətirə bilmir. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Bu onda bir çoxlarına mesajdır əslində Əziz bəy. Böyük ehtimal. Yəni uşağın olmamasının səbəbi heç də genetik faktorlar və orqanizmlə də hardasa deyil. necəsə özünü təhlükəsiz eləyir. Təbii ki, burada Allahın qismət də var. Yəni biz buna Bundan deyə qaçmırıq, hə, bilmirik. istisna, amma Böyük bir amma zamanlarda isə qadın özünü təhlükəsiz hiss eləmir nədəsə. Təhlükə hiss eləyir hardansa, nətərsə. Misal üçün deyirəm də, ola bilər ki, kişi çox pul qazanır.
Hər şey alır qadına, hər şey verir, evi var, amma içki içir. İçki içəndə özündə olmur. Qadın özünü güvəndə hiss eləmir. Hər an mənə nəsə eləyə bilər deyir. Hətta Bəli, ola bilər. Bax, maddi olaraq 8-ci kompetensiya. Qadınlar nəyə baxır ailə qurur? 6-cı kompetensiya sevgiyə. Məni sevir yoxsa yox? Mənlə sevgisi var yoxsa yox? Sevgi illüziyadır. Bu 6 deyir ha bu arada sizə. Mən sevgi vektoru. Bütün altılar sevgi istəyir. Sevgi illüziyadır. Bir də baxırlar maddiyata, pula. Ki bu varmı? Yerdə qalan 7 kompetensiya yoxdur. Amma qadın birinci olaraq baxmalıdır 9-cu kompetensiyaya. Mənə güvən verə bilirmi? Daha doğrusu mənə təhlükəsizlik yarada bilirmi? Təhlükəsizlik yaratmaq üçün bəli, kişi maddi olaraq örtməlidir. Və kompetensiyaları biz cütlük terapiyasında analiz eləyəndə bütün kompetensiyalarda məsəl üçün statusu qadın da verə bilər, kişi də verə bilər. Neçə faiz yoldaş statusunda görürsən ər olaraq, neçə faiz arvad olaraq görürsən onu sən təyin eləyirsən. Faiz dərəcələrimizdən bunu təyin eləyirik. Məsəl üçün də kişi yazır ki 50% görürəm. 50%-in kəsir. Qadın. Hə, qadını yazır. mənim qadınım Hə, qadınım deyə 50% görürəm yazır. Qadın yazır ki, tutalım mən ər status olaraq 20% verirəm. hətta Hə. Və bu statuslar bütün digərlərinin təsiridir. Bütün digər ikini analiz eləyirsən ki, bir-birini nə qədər başa düşürlər. Kişi nə qədər başa düşür, qadın. Və burada mən əvvəl əslində hər ikisini bərabər edirdim, sonra dəyişdim. Bütün suallar belədir. Kişiyə sual verilir ki, qadını neçə faiz başa düşürsən? Və qadına sual verilir ki, yoldaşın səni neçə faiz başa düşür? Sonra faiz dərəcələri tutuşdurulur. 9 kompetensiyada və yoldaş yazır ki, məsəl üçün mən onu 70% başa düşürəm. Kişi yazır ki, mən onu 70% başa düşürəm. Qadın deyir ki, məni 10% başa düşür. Aha, bunların başa düşmədə problem var. Nə qədər kommunikasiya eləyirlər? Yəni nə qədər kommunikasiyaya, danışığa gedirlər? Kişi deyir ki, mən 70% danışırıq da biz. Olur söhbət eləyir. Qadın yazır ki, 10%, 5%. Mənlə danışmır deyir. Növbəti problem. yəni bu O qədər problem var. Mən bir dəfə olub ki, 13%-də yaşayan 13%li, yəni uğurlu insanlardan olan bir nəfərlə biz koçluq elədik, ailə idi. Orada hər şey 100% idi. Mən şokdaydım. Hər şey 100 idi. anlama. Hər şey 9 kompetensiyanın 9 da 100 idi. Bütün kompetensiyalar 100% idi. Qadın da 100% verirdi ki, bəli, mənim yoldaşım 100% olaraq məni təmin eləyir. Kişi də verdiyi faizlər elə eyni idi üstəki. Rəqəmlər çox fərqli idi. Rəqəmlər fərqli idi, bəli, ayrı-ayrı şeylər idi. Onda uzun Erarxiyanı evliliyi görüblər. idi. Uzun evlilik deyil də, amma erarxiyanı görüb sadəcə olaraq. Yoldaş kişi erarxiyanı görübsə. Kişi bilir ki, kişi platforması, kişi öndə olmaq nə deməkdir? Məsuliyyət götürmək nə deməkdir? Vəssalam. Bir dənə bu. Baxın, qadının kişiyə o qədər güvəni olmalıdır ki, birinci platformada. Məsəl üçün kişi girir suya, boğaza qədər, dənizdə də tutalım. Və qadına deyir ki, gəl. Qadın deyir, yox, mən gələ bilmərəm. Birdən batarıq. Kişiyə güvəni yoxdur. Baxın görün bu qədər güvənirsinizmi? Kişiyə güvənmir. Niyə? Çünki kişi hardasa boşluqlar var, nələrdəsə məsuliyyət götürənmir və məsuliyyət götürmək asan bir şey deyil. Məsuliyyət götürməyə kişilər 50 yaşından sonra gəlir, başa düşür. Mən böyük bir misal üçün də xanımlara baxırsan deyir yaşı çox olan bəy istəyirəm. Niyə? Həyat görmüş və məsuliyyəti götürməyi istəyən olsun. Uşaq istəmirəm deyir mən. Amma bunu eləmək də o qədər rahat deyil. Çünki biz bunu görməmişik. Bəylər bunu görməyib. Günahlandıra bilmirik ki, heç kim günahlandırmaq olmaz ümumiyyətlə ki, sən bunu niyə eləmirsən? Ailə modeli adlı bir məktəbimiz yoxdur bizim. Ailə modeli adlı bir məktəbimiz var. Ailəmiz. Bəli. Axı biz çoxsunun da yanlışlarını görürük. Siz bilgi yetər qədər kifayət eləmir sadəcə olaraq. İnsan öyrənməlidir. Mən buna necə gəldim? Yəni necə kiminsə 10 ilə, 15 ilə gəldiyini mən bir aya, 1 ilə gəldim. Siz oxudunuz deyənə gəldiniz də. Bilgi var idi amma də. Neçə milyon ailələr var ki, ailə adı altında gizlənib, amma xoşbəxtliyin nə olduğu qapılarından belə keçmir. Bu Tamam, biraz niyə? deyil. Birincisi anlamaq lazımdır ki, bax birinci ümumiyyətlə bax, biz Janat Kaşamşarov həmişə deyir. Qadını xoşbəxt eləmək lazımdır. Qadını xoşbəxt eləməlisən. Vəsə. Bu həyatda heç nə kişinin deyil. Heç nə. Hətta deyir cins orqanda kişinin deyil. Hamısı qadına məxsusdur. Bu həyatda material hər şey qadına məxsusdur. Sən qadını xoşbəxt eləməlisən. Bir dənə də bir mövzu var. Qadınlar deyir ki, ərim cömərd olsun.
Amma mənə eləsin ancaq. Mən anasına, bacısına, xalasına, bibisinə, başqa qadınlara cömərd davranmasın. Mümkün deyil. Cömərd kişi hamıya cömərddir. Hə, orada mən Cömərd razıyam kişi sizlə. hamıya cömərddir. Çöldə olana da cömərddir, evdə olana da cömərddir. Cömərd hamıya cömərddir. Amma məsuliyyətsiz hər yerdə Məsuliyyət məsuliyyət. səhiyyidir, məsuliyyət. Yaxşı, niyə bu məsuliyyət məsələsini? Tamamən insan bəylər məsuliyyətə üstlənməlidirlər və bu anlama prosesidir. Yəni bunun üçün yəqin ki, ən azı bir dəfə, 2 dəfə seans olmalıdır ki, prosesi tam anlasınlar. Olmasa nə ola bilər? Məsəl üçün mən çox adam deyir ki, sən boşanmısan, ciddi terapiyası eləyə bilmərsən. Nətər olur sən ciddi terapiyası verə bilirsən? Sən nə bilirsən bu nədir? Deyirəm, bax, mən boşanma prosesinin çətinliyini də bilirəm. Boşanandan sonra yaşananları da bilirəm. Bu 1 il sonra nələr olacağını da bilirəm. Səhvlərimi də görürəm. Amma boşanmayan adam bunu görənməz. Yaxşı ki, boşanmışam. Yaxşı ki demirəm, amma yəni boşanmışam və bunu görmüşəm, bunu anlayıram və orada nələr ola biləcəyini deyə bilirəm ki, mən bax sizdə də bunlar olacaq. Hazırsınız buna? Tamam, boşanmaq istəyirəm. Hamı elə bilir ki, boşanmaq asandır. Hamı elə bilir ki, boşanmaq asandır. Heç asan deyil. Enerjinin, Heç asan deyil. bu enerjinin bölünməsi deyə bilərəm buna. Enerjinin dağılmasıdır. Dağılmasıdır. Enerjinin dağılması. Baxın, mövzu belədir. İnsan ailə quranda Allah həmin ailəni bir adam görür. Matriçalar üst-üstə oturur. Çatışmayan rəqəmləri bərpa eləməyə başlayırıq matriçada. Məsəl üçün, mənim doğum tariximdə 6 var idi, yoldaşımda 2 var. O mənə davamlı olaraq 2-ni deyirdi. Sən məni başa düşmürsən. Mən də avtomatik deyirdim ki, mən başa düşürəm, axı mən anlamırdım o nə deyir. Mən də deyirdim ki, sən məni sevmirsən. 16-sı yoxdur. O anlamır, o proqram onda yoxdur. Biz özümüzdə olmayan şeylərə görə başqalarını qınayırıq. Bilmirik ki, bu adam necə sevir, necə sevmir. Hər rəqəmin öz sevgi vektoru var. Birə tabe olursan, deyəcək mən səni sevirəm. Hər dediyini elə bir deyəcək ki, mən səni sevirəm və səni ən axırıncı köynəyinə qədər hər şey verəcək. Olacaq himayədar, cömərd. Tabe olmaz, səni sevməyəcək. Bir digər xanımların digər problemi missiya birlər, şuur sahiblər kişi nəzir. Çox böyük problemdir əslində. Kişi nəzir. Salır ikinci platformaya, zəiflədir, hər şey alır öz əlinə, sonra kişi gözdən düşür. Kişi nəzir. Kişi niyə qadından bir də mübarizə aparmır? Günahkar çıxarda bilər, amma qadınla mübarizə aparmır. Niyə? Çünki kişi kişi ilə mübarizə aparır. Qadında düşməni görə bilmir. Qadında düşmən görmür. Kişi kişi ilə mübarizə aparır. Qadında görmədiyi üçün və missiya birin, şuur sahibinin psixi əzici gücü olduğu üçün kişi nəzir. Kişi nəzdiyi zaman kişi bir balaca bir də lüboy rəqəm olsun fərqi yox. Bir balaca bilsə sütun qırılır. Sütun qırıldı, avtomatik olaraq nə baş verir? Kişi düşür ikinci platformaya, evdə hər şeyi qadın idarə eləyir, uşaqlar bu modeli kopyalayır. Sabahları oğul gedir elə bir qadın axtarır. Doğru. Seçəcək. Hamısı. Qız gedir elə bir kişi axtarır. Və nəticə etibarilə bu kopyalanır. Bu günləri milyonlarla ailədə belədir. Milyonlarla ailədə belədir. Və bir digər problemlərdən biri, bunu bir dəfə toxunmuşam, bir də toxunacağam, bir yerdə yaşamaqdır. Ümumiyyətlə, separasiya olunmaq deyə bir şey var. Hər kəs deyir, separasiya olunmalısan, evdən çıxmalısan müəyyən yaşdan sonra, fərd olaraq tək yaşamalısan, subay da olsan, evli də olsan. Evli olanda 100% ayrı yaşamalısan da, bunu bildik, okeydir. Evləndin, ayrı yaşamalısan, variant yoxdur. Sadəcə olaraq analar da olur, Qaynanalar olur. atalar da olur falan. Bunlar bir yerdə saxlanır. Bilirsiniz niyə? Bir müddətdən sonra biz qəbilə şəklində yaşamağa başladıq. Bir müddət tarix boyunca baxsaz, bir müddət sonra qəbilə formasında yaşamağa başladıq və elə yaşayırdıq bir yerə qədər. Sonradan bu müasirlik falan bunlar hamısı dağıldı. Və ola bilər yenə də bir yerdə yaşayasınız, amma yenə də evdə kişinin sözü keçir. Ana sadəcə deyə bilər, amma yenə sonda qərar kişi verir. Çox mənim seanslarımda yanıma gələn problemlər baldız doldurur kişini, ana doldurur kişini boşaltdırırlar. Özləri bəyənmir. Sənə nə? Sən evlənmisən? Hə. Bu ən böyük problemlərdən biri.
Əziz Sağlam Həyat kanalının izləyiciləri, 7 iyun 2026-cı ildə Nizami Kinoteatrının əsas zalında keçiriləcək Karmik Səyahət 3 adlı təlimimizə sizləri dəvət edirəm. Qeyd etmək istəyirəm ki, təlimçilərimizin ödənişsiz seansları olacaq. Bütün gələn iştirakçıların ödənişsiz seminarı hədiyyə olaraq qazanmaq şansı yaranacaq. Bu şansı əldən verməməkdən ötürü, oradakı möhtəşəm aura və enerjiləri qaçırmamaqdan ötürü hər birinizi tədbirimizdə gözləyirəm. Bugünə qədər aparılan mübarizələr var ki, xanım ailəli, 3 uşaq anası və yaxud da 2 uşaq anası, artıq uşaqlar nə bilim məktəb oxuyur, məktəb bitirib nə bilim nədir, qayıdır. Misal üçün də 70-ci illərə. Mən onu bəyənmirdim, mən onu almırdım. Bu getdi hardan tapdı onu aldı. Sənə mi alıb, özünü alıb, sənə nə? Yəni bu illərlə davam eləyir əslində. Bir müddətdən sonra bəylər istər-istəməz dinləyir və ailədə istər-istəməz münasibətlər pozulmasına gətirib çıxardır. Elə münasibətlər pozulur ki, daha sonra onları heç birləşdirmək belə İndi baxın məsuliyyət götürmək. Kişi orada belə məsuliyyəti üstünə götürməlidir ki, mənim ailəmə mən cavabdehəm, siz yox. Məsuliyyət götürməlidir. Mənim öz ailəm var və ayrılmalıdır. Heç kim heç nə deyə bilməz. Bunu mən özüm yaşamışam, oradan bilirəm hamısını. Hamısını nə deyirəm, hamısını yaşamışam. Hamısını dibin yaşamışam. Hər şey deyilib də, qarışılıb da, hamısı olub. Hamısını keçmişəm. Deməli, yetəri qədər məsuliyyət götürmürdüm. Öz moralıma görə, öz nəfs tələblərimi əldə eləyə bilmirdim deyə avtomatik olaraq nə baş verirdi? Hormon zəifləyir və başladım ona buna qulaq asmağa. İzah edə bildim. çox gözəl izah edirsiniz. Amma indi hə insan biraz müəyyən bir yaşanmışlıqlardan sonra, müəyyən bir şeylərdən sonra anlayır ki, bu belədir. Belə olmalıdır. Bu belə deyil. Mən misal üçün bilirəm ki, mən bu gün ailə quranda mən ayrı yaşayacağam. Mümkün deyil. Separasiya olmaqdan danışırdım. Separasiya olunmağı bir çox psixoloqlarda mən eşitmişəm ki, dalaş çıx evdən, variantın yoxdur sənin deyir. Ana ata ilə dalaş çıxmalısan o evdən. Çox eşitmişəm. Çox pasiyentlərim gəlib yanımda danışıblar. Xeyr, elə olmaz. Elə olmaz, dalaşmalı deyilsən. Bəli, ola bilər ki, ana ata sən çıxanda səndən küssünlər, incisinlər, amma sən onlara qarşı kin bəsləyə bilmərsən. Doğru. Sən onlarla savaşa bilmirsən. Sən onlarla qarşı gələ bilmirsən. Qarşı gəlməsəm çıxa bilməyəcəm. Elə qəşəng də çıxır. O qədər valideynlər demədən eləyirik ki, istədiyimiz şeylər. Xəbərlər belə yoxdur. Əslində burada bir belə məqam da var ki, bəylər özlərini hələ də ailədə bir bəy varsa, yəni bir oğul uşağı varsa, onlar özlərini ailəsinə qurban belə deyim ki, verirlər ki, mən bunu eləməliyəm moduna girib də və bütün Yetəri qədər qazanmır sadəcə olaraq. Yetəri qədər qazanmır, bəli, və orada da əslində siz demiş ki, məsuliyyəti götürmür ki, mən ayrılım, ayrı qalım, həm öz ailəmi saxlayım, həm də atamı, anamı saxlaya bilərəm. Burada belə öz gücünə güvənməyib, belləri bükülən adamlar da, oğlanlar da belə deyim, bəylər də heç də az deyil. Yəni bayağı bir çoxdular bunlar da. Mən istəyirəm siz bizə yazıb göstərəsiniz ki, baxın, bəy qadını neçə kompetensiyada təmin etməlidir, qadın nə etməlidir. Burada xanımlarımıza belə yazaq ki, biləsiniz ki, bəylərdən nə tələb edəsiniz. Tələb etmək deyəndə bunu yazdığım şey dünyanın 3% eləyir. Tələb etməyimiz dəyişmir. İnsana bilgi lazımdır, uzun zaman lazımdır və müəyyən seanslar lazımdır ki, insan bunu özündə dəyişdirə bilsin. Amma yenə də yazaq. Birinci olaraq statusdur. Hər şey birinci statusdan başlayır. Status nədir? Mən bir ya sevgili statusu verirəm qadına, ya nişanlı statusu verirəm, ya da yoldaş statusu verirəm. İmza atılır, sənədlər imzalanır. Burada bir Ayşə, bir vacib məqam. Doğru tarixdə atılmalıdır nikah. Doğru tarixdə atılmalıdır. Mən yəni bunu bilmirəm nə dərəcə asan xidmətəmi gedək deyək, hara deyək ki, doğru tarixlərdə atılsın. Ümumiyyətlə 10, 20, 30 tarixlərində nikah atılmasın. Enerji təsir eləyir, sıfırlanma verir. Bu demək deyil, %100 sıfırlanacaq, yox. Misal üçün də elə adamlar var ki, atılıb 7 tarixində, hə? İndi bu 7 mən 7 deyirəm, 7 günlü seçirlər, elə deyil. Bunun tamamilə hər doğum tarixinə görə hesablanma qaydası var. 7-dir bu adamlar, hesablayıb baxsan ki, 7-dir. Krizis yarana bilər. Amma hər iki tərəf biləndə bunu, gələn fikirləri görəndə, analiz eləyəndə, bu məkanda və zamanda orientirivçi sayılır.
uyğunlaşırsan, bu fikir gəldi mənə. Bu deməli bunun enerjisidir. Bizim beynimizə davamlı fikirlər gəlir. Bütün fikirlər bizim yazılan və düşündüyümüz şeylərdən gəlir. Yəni ad enerjimizdən gəlir. Bizim doğum günümüzdən gəlir, matriça rəqəmlərindən gəlir, missiya rəqəmindən. Hər biri bir fikir olaraq bura gəlir. Mən təzəlicə fərqinə varmışam ki, mənim adım 7-dir, əziz. Yəni hesablayanda 7-yə çıxır və mən təzəlicə fərqinə varmışam ki, mənim xeyrimə də nəsə bir şey deyəndə mən mübarizəyə gedirəm. Razılaşmıram o adamla. Hətta. Hə, orada da bizdə yazılıb ki, 7 adı təbiətə və yaradılış qanunlarına meydan oxumaqdır. Təbiətə və yaradılış qanunlarına meydan oxuyan adam hamıya meydan oxuyacaq da. Mənə faydalı gələn bir şeyə belə mən yox istəmirəm deyirəm. Sordum şəkəm ki, faydalıdır, mən bunu niyə belə elədim? Mənim adımın enerjisi. Deməli mən yetər qədər enerjim yuxarıda deyildi, disiplində deyildim, enerjini itirdiyim tərəflər var idi və bunu mən itirdim sadəcə olaraq prosesdə. Yəni adımın enerjisinə görə savaşa girdim. Amma mən bunu görəndə, misal üçün də nəsə deyirlər, momentində istəyirsən ki, razılaşmama fikri gəlir. O qədər disiplində olmalısan ki, düşüncələri gərək duyasan, idarə eləyəsən. Mən nə öyrədirəm? İnsanlara düşüncələri idarə etməni öyrədirəm ki, enerjini idarə eləyə bilsinlər. Rəqəmlər sadəcə mənə göstərir. Adamlar elə bir ki, gələcək rəqəmləri dəyişəcək, telefon rəqəmini dəyişəcək, həyatı düzələcək, heç bir işə yaramır. Heç bir işə. İnsan özü şüurlu şəkildə hər şeyi dəyişir. 7 iyun olacaq mükəmməl 500 nəfərlik tədbirdə mən də Əziz Hüseynov iştirak edəcəm. Və bu tədbirdə sizlərə enerjilərin necə işlədiyini, doğum tarixinə görə biz necə enerji itiririk və bunu necə bərpa edə bilərik ki, maddiyyatımız, qazancımız düzəlsin və təbii ki, xoşbəxt olaq. Bundan danışacağam. Hər kəsi 7 iyun tarixində olacaq Karmik Səyahət 3 təlimində gözləyirəm. Burada əslində rəqəmlər üzərindən getmək asandır, məntiqlidir ona görə ki, baxaq, hisslərini sən idarə edir, yoxsa sən hisslərini idarə edirsən? Emosiyalar. Emosiyalarını, yəni baxaq ki, kim kimi idarə edir? Burada anlamaya gətirirsiniz əslində. Bəli. Bir statusdur, 2 başa düşmədir. Qabağındakı insanı başa düşmə. Mən özüm oturub analiz eləyəndə bunu boşanandan sonra 9 kompetensiyanın 9-undan bir dənəsini belə vermədiyimi başa düşdüm. Əslində heç birini verməmişəm. Bir dənə status vermişəm. Yəni imza atılıb. Bəli. Yoldaşdır. Və bu böyük bir adamlarda belədir. Bir çox ailələrdə. Bəli. Başa düşmə, yəni yoldaşın sən neçə faiz başa düşür? Sən o neçə faiz başa düşürsən? Bu oturur, cütlükdə yazılır, qabaq-qabağa qoyulur və faiz dərəcələri çıxarılır və sonra onu düzəltməyə gedirik. Amma insanlar onu düzəltməyə gedəndə nəfsləri icazə vermir. Şuur sayının istəyi icazə vermir. Yox, mən bunu eləyə bilmərəm. Bundan sonra isə mütəxəssis kömək lazımdır ki, o düzəlsin. Əks təqdirdə tək başına eləyə bilmirlər. Ondan sonra gəlir 3. 3 həm ortaq bilgidir. Bu da maraqlıdır və lazımlıdır. Bir də qayğıdır. Qayğı. Yəni insanla sən onun nə qədər ortaq nöqtələrini tanıyırsan. Kişi qadının nə qədər ortaq nöqtəsini tanıyır. Yəni ailələr var ki, bəylər bilmir ki, qadının ən çox sevdiyi yemək hansıdır? Ən sevimli ətri hansıdır? Ən sevimli rəngi hansıdır? Qayğı göstərmir yetəri qədər. Ortaq maraqlar tapılmır, bilgilər tapılmır. Bu misal üçün bu vacibdir. Niyə? Çünki uzun bir yol çıxılır ailədə. Ortaq bilgi olmur, ortaq maraq olmayanda bu bir müddət sonra adiləşir və maraqsızlaşır. Bir müddətdən sonra. Bundan sonra gəlir 4. Bu ortaq hədəflərdir. Hədəf. Mənim xəttim çox qəşəng deyil. Bilmirəm orada necə görsəniz. Tamam. Ortaq hədəflərdir deyirik də. Ortaq hədəflərdir və mehribançılıqdır. Mehriban. Mən universitet oxumadığıma görə belə zarafat eləmişəm. Ortaq hədəflər. Deməli, misal üçün deyirəm də, yoldaşın hədəfi maşın almaqdır. Bəyin hədəfi maşın almaqdır. Qadının hədəfi ev almaqdır. Hədəflər fərqlidir. Bir qabaq-qabağa oturub bir-birinə baxmaqdansa, gərək hər iki tərəf bir tərəfə baxsın. Hər iki tərəfin baxdığı nöqtə bir olmalıdır. Hədəf. Hədəf olmalıdır həmişə ailədə. Ki biz hara edirik və bu hədəflər şəxsi illərə görə qoyulmalıdır.
ailənin şəxsi ili var. Ailə quranda onun şəxsi ili formalaşır ki, bu il strategiyamız nədir? Bu il sağlamlığa baxmalıyıq. Hamı sağlamlığına nəzarət eləyir. Bu illəri depressiv keçə bilər, münasibətləri qorumalıyıq. Hamı münasibətləri qoruyur. Nəsə olanda belə udqunur ki, ha başa düşdüm yaxşı. Nə maraqlı. 4-cü. Çünki bunu insan bilməyəndə savaşır, dağılır, nəsə korlanır. Bundan sonra gəlir 5. 5 image-dir. Geyim, keçim. Image, geyim, keçim və azadlıq. Bütün qadınlar burada deyəcək ki, bizə azadlığı vermir. Neçə faiz, misal üçün geyimin nə qədər bəyənirsən? Hansı geyimlərini bəyənirsən? Hansı geyimlərini dəyişdirmək istəyirsən? Bəyin. Mən sual verirsiniz. Görkəm olaraq. Görkəm olaraq mən tam dəyişmək istəyirəm. Şuur sayı 4 nə qədər dəyişirsə dəyişsin, yenə də bir məmnunsuzluq tapacaqsınız. Yəni orada burada yenə də baxmaq lazımdır necədir. İmage olaraq. Məsəl üçün adamlar var ki, deyir, çalımda yoldaşım özünə baxmır. Bu 5-ci kompetensiya zəifdir deməkdir. Əslində Fuad bəy özünə belə baxan bəydir. Ki mənim onda sevdiyim çox tərəflər var. Təmizlik baxımından falan mən buna bayılıram. Amma geyim baxımından məsəl üçün mən onu daha belə ağır geyimlərdə görmək istəyirəm. Çünki orada yaş məsələsi var. İndi bir dəqiqə baxaq. Missiya 4, əvvəl 3 idi. Əvvəl ola bilər daha ağır geyinirdi. Missiya 33 yaş keçəndən sonra daha kreativ geyinməyə başlayır. Daha rahat geyinməyə başlayır. Rahatlığa indi çox istəyir. Daha rahat geyinir, ağırlığıdan çıxır. Anlamaq lazımdır ki, bu onun vektoru belədir. Siz bunu qəbul eləməlisiniz ki, bu belədir. Tamam. Çünki elə bir ciddi bir problem yoxdur ki, qəbul eləməyəsən. Və növbəti gəlir azadlıq. Ailədə azad olmalıdır bir çox şeylər, amma müəyyən qədəri var da, yəni bunun çərçivələri var. Bəli. 6 gəlir sevgi. Məncə mən Fuad bəyə azadlıq vermişəm. Sevgi nə gözəl. Mən Fuad bəydə 100%, bu 100%dir orada. Sevgi və seks. 6-cı kompetensiya. Bütün şeylərin də qurulduğu tərəf buradır və zərbə də birinci bura gəlir. Münasibətlər kimsə başa düşmür, seksi kəsir. Ortaq bilgi yoxdur, seksi kəsir. Hədəf düz gəlmir, seksi kəsir. İmage zəifdir, seksi kəsir. Bəli, bəli. Nə baş verəndə birinci seksə zərbə dəyir. Və bunu qadın eləyir. Bəli. Bunu qadın eləyir. Sonra da deyir ki, niyə gedir başqasının yanına? Qadın elə belə eləmir axı. Razıyam. Burada ki, kişiyə məsuliyyət yüklədir ki, sən baxmalısan ki, başa düşməməlisən, ortaq bilgi verməlisən, hədəflər olmalıdır, image düzəltməlisən. Yəni bu gündəlik həyatda yaşadığın müddətdə müəyyən məsələlər var da. Yəni bu məsələlər bəy həll etməlidir ki, ondan sonra qadın da kişinin istəklərini həyata keçirsin. Etmirsə əlbəttə ki, sən mən də etmirəm. Burada müdrik qadın anlayışı var. Müdrik qadın eləyir ki, kişi hər şey eləyir. Bizdə deməli müdrik qadından sayazdır. Aha, müdrik qadın necə olmalıdır? Elə eləyir ki, kişi hər şey eləyir. Bax, var məsuliyyəti üstlənən kişi. Tamam anladıq ki, bunu çox adam bacarır, çox adam bacarmır. Amma nə qədər də olsa qadın boyundu, kişi başdır. Qadın döndərəcək hər şeyi. Qadın elə eləyə bilər ki, kişi onun istədiyi hər şey versin. Aha. Qadın elə, əgər qadının metodu bu gün qadınlar deyir, mən qayğısına qalıram, evi yığışdırıram, təmizləyirəm, verirəm, uşağa baxıram, sevgini verirəm. Sən kişidən soruşmusan nə istəyir? Və yaxud da hər şey eləyir, sevgini vermir. Tam yox, mən onu istəmirəm, olmaz. Amma əziz bəy, bax, bayaqda deyirsiniz ki, bəyin edəcəkləri çoxdur, qadın edəcəyi azdır. Əgər bəylər ilkin versiyada bunları etmirsə, məsuliyyət götürəndə bu 9-un 9-unu da eləməlidir. Bəli. Bəy bunu eləməlidir. Yəni məsuliyyət götürmürsə, müəyyən məsələlər var, onları həll etmirsə, qadın artıq kişinin istəyi üçün maraqlı deyil. Gəlmir. Bəli. Artıq o istəyə maraqlıdır və sən düşünürsən ki, mən etməliyəm. Sən bir yükün altına girirsən. Ona görə qadına kişinin istəyi maraqlı gəlmir. İndi növbəti addım nədir? Növbəti addım ideologiyadır. İdeologiya. Aha, bu nə deməkdir? İdeologiya və tərif. Misal üçün, var nəfs hədəfdən yüksəkdir, var hədəf nəfsdən yüksəkdir. Hədəf ailəni qoruyub saxlamaqdır. Bu mən sonra başa düşmüşəm. Hədəf ailəni qoruyub saxlamaqdır. İdeologiya nə olur olsun ailəni dağıtmayacaqsan. Və birinci ideologiyanı zəiflətdilər. Bura zərbə vurdular. Bəli.
Bəli. Birinci ailə ideologiyası zəiflədildi. Bəli. Bura zərbə dəydi. Və mən nənələrimizdən də çox eşitmişəm, Əziz bəy. Nə olursa olsun deyirdi nənələrimiz ki, heç vaxt yatağını bəydən ayırmırsan. Bu günlər ən böyük davan belə olsa, yəni keçilməyəsi həddin belə olsa, yatağını ayırmırsan. Mən əvvəlcəsində bunu başa düşmürdüm. Sonra bir çox qadınlarla danışanda mən başa düşdüm ki, onlar deyir ki, biz artıq 20 ildən artıqdır ki, biz bir yerdə yatmırıq ümumiyyətlə. Bunu başa düşəndə məsələn hormon məsələsində mən bunu çox müşahidə etmiş oldum. Bəli, evdə 2 qonşu yaşayır. Bəli. Bu çox Evdə 2 vacibdir. qonşu yaşayır və Doğru. bu da bir sosial medianın gücüdür. Bəli. İstifadə olunaraq deyirəm də ideologiyanı dağıtdılar. Normalda nəyə baxılır? İdeologiya nə olursa olsun, yəni güclü olanda ki, nə olursa olsun ayrılmayacaq. Bir müddət sonra səbr halı yaranır. Hər şey düzəlir. Doğru. Qəbullanır. Savaşaraq yox, savaşaraq ideologiya olmur. Getməz. Qəbullanma olur ki, əfsə bu belədir, mən bunu qəbul etməliyəm. Və növbəti tərifdir, kişi həmişə qadına tərifləməlidir. Kişi həmişə qadına tərif verməlidir. Baxın, ailə qurmaq rus dilində zamuj deyir də, hə? Zamuj kişinin arxasına, öz qanadının altına alır qadını, kişi. Və belə aparmalıdır. Amma bizdə belə deyil. Bizdə qanad qalmayıb, qırıblar qanadları. Qabırğasından yaratdım deyir. Bəli. Qanadın altından. Doğrumu? Doğru. Növbəti maddiyatdır. Burada bir çoxlarında problemdir. Maddiyat. İnsanlar öz aralarında bir-birlərini başa düşəndə, nəfs vektorlarını anlayanda, enerji itirməyəndə maddiyyat da artır. İtirməyəndə maddiyyat artır. Enerji itirməyəndə maddiyyat artır. Yox, enerji itirirsinizsə maddiyyat qalmayacaq. Maddiyyat dağılmağa başlayır. İndi bir dənə də maraqlı məqam var. Enerjini artıran şey, mən yanıma məsəl üçün cütlük gəlir, sual verirəm ki, həftədə, ayda münasibətiniz necədir? Seksiniz necədir? Deyir, belə olur da ayda bir dəfə. Cavan ailədirlər, elə yəni 30 neçə yaşlar var. Enerji yoxdur. Enerjini artıran bir növbəti şeydə seksdir. İndi fikir verin, bura kəsilir, yanır. Bu yoxdur. Maddiyyat düşür. Bu demək deyil, hə, bütün günü seks olan adamın hər şey yaxşı olacaq falan deyil. Niyə yenə razılaşmadığı mövzular var, başa düşməyəcək, hədəflər düz tutmayacaq. Doğru, doğru. Yəni də anlaşmalısınız da, uzlaşmalısınız. Uzlaşmaq lazımdır. Uzlaşmalısınız. Və növbəti gəlir təhlükəsizlik və təşəkkür. Sizlik və təşəkkür eləmək. Baxın, bir dənə də bir mövzu var. Kişilərə bu həyatda sevgi verilməyib. Bütün sevgi qadınlara verilib. Qadın kişidən, daha doğrusu kişi qadından sevgini görəndə hər şey eləməyə başlayır ki, o emosiyanı yenə datsın. Onu yenə əldə eləsin. Hər şeydə sevgi ola bilər bu. Və bunu gördükcə eləmək istəyir. Amma qadın sevgini kəsdi, kişi də başlayır bütün kompetensiyaları kəsməyə. Düzdür, kişi bütün kompetensiyaları eləyir. Eləyir, qarşılığında sevgi görür. Bu həyatda kişiyə sevgi verilmir. Bütün sevgi qadındadır. Emosiyalar qadındadır. Yəni imkan, varlıq o emosiyaları alır, materiyanı verir, sevgini alır. Al, ver. Doğru. Doğru mu? Budur mövzu. Sevgini, qadınlar sevgini kişiyə verməlidirlər. Davamlı olaraq. Və ailədə övlad dünyaya gələndən sonra kişi yaddan çıxır, uşağı sevməyə başlayır. Bəli. Bu da balans pozulur. Yaddan çıxmamalıdır. Bəli. Yaddan çıxmamalıdır. Təhlükəsizlik dediyim kimi doğru yuva, doğru yer olmalıdır və təşəkkür etməlidir davamlı olaraq yoldaşına. Ki Bəli. qadın özünü güvəndə hiss etsin. Hiss etsin və ailə davam etsin. Bəli, bunu faiz dərəcəsi ilə yazanda 5%, 10%, 20% deyə bir faiz dərəcələri çıxır. Bunu yazıb özünüz də baxa bilərsiniz. Baxa bilər, bir yerdə otururlar, üzbəüz, bəyə bir kağız verilir, qadın da ötürür, bir-birlərinə göstərmədən yazırlar sadəcə olaraq və sonra faiz dərəcələrini tutuşdururlar. Suallar, misal üçün, mənə neçə faiz status verirsən? Eyni cürə özdə yazır. Eyni, bütün sualları qadın verir. Eyni, hə. Hə. Mənə neçə faiz başa düşürsən? Mənə neçə faiz qayğı verdiyini düşünürsən? Mənə neçə faiz hədəflərimiz eynidir? Neçə faiz mehribanlıq?
neçə faiz imicimiz üst-üstədir. Yəni mənim imicimi bəyənirsən. Onu soruşmur, hamısı mənimdir. Tamam mı? Qadını birincidir, sonra olmasa da yenə də mütəxəssislə bir yerdə eləyir. Bir də mənim sevgi marafonu deyilən bir marafonlarım keçir. İndi bunu kurs şəklində inşallah yaratmağı planlayıram. İnşallah. Hər rəqəmin sevgisi necədir? 4 necə sevir, 5 necə sevir, 6 nə istəyir, missiyaya görə nə istəyir, nəyi verir, nəyi kəsir. Çox gözəldir bu. Yəni 4 misal üçün də sizə yalan danışmayanda sizin sevginiz ona fədakarlıq olacaq. Siz onu başa düşəcəksiniz. Bu sizin sevgi vektorunuzdur. Doğrumu? Və bu davamlı olaraq şey eləyəcək, həmişə özünü göstərir. Və eyni cürə də mən 6-yam, adam mənə qucaqlayanda mən deyirəm, məni sevir, missiya bir himayədarlıq eləyir onun üçün hər şey. Dəyişir hər kəsdə. Qabağımdakı adam 5-2-dirsə, mən onun və yaxud da 5-9-dur deyək də misal üçün. Mən ona təşəkkür eləməliyəm. Və yaxud da mən onun üçün səhman olanda, doğru danışanda 5-dən problemi də doğruluq. Yalan danışan insan o dəqiqə görür və dağılır ki, niyə beləsən? Məndə şeydə olub, şuur sayı 2-5 xanımdır, yoldaş 8-4-dür və analiz eləyirik. Onda mən başa düşdüm ki, fərqli sevgi vektorları var. O vaxtacan bilmirdim. Yəni prosesdə anladım. Bir analiz eləyib, deyirəm bax, xanım sənə nə qədər başa düşür? Deyir 100%. Deyir xanıma sual verirəm. Yoldaşın səni maddi olaraq nə qədər örtür? Deyir 100%. Deyirəm bax, onun sevgi vektoru maddiyatı verməkdir 8-dir. Sənin sevgi vektorun başa düşməkdir. Sən ondan başa düşməni tələb eləyə bilmirsən. O da səndən maddiyat tələb eləyə bilmir. Amma tərsinədir. 2 başa düşməni tələb edir ki, ay 8 sən çevril. Mənə başa düş. 8 emosional deyil. Emosiyalar sıfırdır. Bütün gün işləməyə gəlib bu dünyaya. Yox, narazıyam, istəmirəm. İmza atmısan da artıq şu. Keçdi. 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 Əziz bəy, burada Hüseyn bizi öldürür ki, bizim vaxtımız keçir. Mən sizə minnətdaram. Tamam. Çox sağ olun, gəldiniz, aydınlatdınız. 7 iyunda inşallah geniş olacaq. İnşallah təlimimizdə. Enerjilər haqqında danışacağam. İnşallah. Təbii ki, insanlar da həyatlarını dəyişməyə qərar alsınlar. İnsanların problemi krizə düşəndən sonra gəlirlər seansa. Mən maddiyatda problem yaşayırlar, krizə düşür. Münasibətlərdə problem yaşayırlar, sonra gəlirlər yanımıza. Düşməmiş gəlin. Düşməmiş gəlin. Yəni hər şey dağılır, münasibətlər dağılır. Ondan sonra gəlir ki, bəy dağıldı, nə edəyik? İnşallah. Təşəkkür edirəm. Sağ olun. Sağ olun, təşəkkürlər.